Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Mətnin məna bütövlüyünü pozan cümləni tapın. Burada baxırıq ki, bizə 5 cümlə verilir və bu 5 cümlənin 4-ü eyni məna təşkil edir. Biri isə fərqlidir. Biz də fərqli məna təşkil edən cümlənin neçənci cümlə olduğunu tapıb düzgün variantı biləcəyik. Birinci cümləmiz: ətraf mühit insan və ya başqa bir canlının yaşadığı müddətdə əlaqələrini davam etdirdiyi xarici mühitdir. Baxırıq ki, bizə ətraf mühitin nə olduğunu deyir. Qısa olaraq tərifini deyir. İkinci cümləmizdə hava, su, torpaq, ətraf mühitin fiziki ünsürləri, insanlar, heyvanlar, bakteriyalar və göbələklər isə bioloji ünsürlərdir. Baxırıq ki, ikinci cümləmizdə bizə ətraf mühitin fiziki və bioloji ünsürlərinin nə olduğunu bildirir. Üçüncü cümləmiz: insanın xarakterinin formalaşmasında ailədən sonraki ən önəmli amil ətraf mühitdir. Burada da insan xarakterinin formalaşmasında ətraf mühitin rolunu göstərir. Dördüncü isə təbiətdəki canlıların öz aralarındakı və ətraf mühitə olan münasibəti canlıların sağlam inkişafına imkan verirsə, təbii tarazlıq qorunmuş olur. Burada da yenə ətraf mühitdə olan varlıqların bir-biri ilə aralarındakı münasibətlərin sağlam inkişafına imkan verirsə və təbii tarazlığın qorunmuş olduğunu bildirir. Beşinci cümləmizdə isə əksinə bir vəziyyət bu tarazlığın pozulduğunu göstərir. Yəni, əksinə bir vəziyyət yaranarsa dördüncü cümləmizdəkinin əksinə, onda bu təbii tarazlığın pozulmaq olduğunu göstərir. Keçirik bizdəki cümlələrimizə analiz etməyə. Birinci cümləmizdə ətraf mühit, yəni ümumi varlıqların yaşadığı ətraf mühitdən söhbət gedir. Yəni insan və ya digər canlılar, bura dənizlərdə yaşayan canlılar, heyvanlar, bütün varlıqlar daxildir. İkinci cümləmizdə isə yenə eynidir. Bütün varlıqları əhatə edən bir ətraf mühitdən danışır. Yəni fiziki ünsürləri, hava, su, torpaq, cansızlar və ya canlı üzvləri, yəni bioloji ünsürləri, insanlar, heyvanlar, bakteriyalar və göbələklərdən danışır. Üçüncü cümləmizdə isə ətraf mühit deyəndə burada sırf insan cəmiyyəti formalaşan bir ətraf mühitdən danışır. Yəni insan xarakterinin formalaşmasında ailədən sonraki ən önəmli amil ətraf mühitdir. Burada insan cəmiyyətinin formalaşması, insan xarakterindən, insan cəmiyyətindən danışanda bura digər ünsürləri daxil etmir. Və üçüncü cümlənin mənası, buradakı ətraf mühit sırf insan cəmiyyətinə daxildir. Dördüncü cümləmizdə isə ətraf mühit yenə də bütün varlıqları əhatə edir. Təbiətdəki canlıların öz aralarındakı və ətraf mühitə olan münasibəti canlıların sağlam inkişafına imkan verirsə, təbii tarazlıq qorunmuş olur. Yəni, təbiətdəki canlılar deyəndə sırf insan nəzərdə tutmur. Ümumiyyətlə canlılardan burada heyvanlar, bakteriyalar və ya digər bitkilərdən söhbət gedir. Və 5-ci cümlədə 4-cü cümlənin eynisidir. Lakin bu sağlam inkişaf imkan olmazsa, təbii tarazlığın pozulduğunu bildirir və 5-ci cümləmizdə də ümumi bütün varlıqları əhatə edən ətraf mühitdən söhbət edir. Deməli, bizim 1, 2 və 4, 5-ci cümləmizdə bütün varlıqları əhatə edən ətraf mühitdən danışır. 3-cü cümləmizdə isə sırf insan cəmiyyətini əhatə edən ətraf mühitdən danışır və 3-cü cümləmiz digər cümlələrdən fərqlənir. Düzgün cavab da C variantı oldu. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.